Mən Məzahir bəylər, bugün şəhərdə artıq sürmə dərsimizdəyim. Məzahir, işıqfora diqqət elə. Görürsən, yanında baş yol nişanı var. 2.1 baş yol nişanı. Amma hal-hazırda biz baş yola deyilik. Çünki işıqforda baş yol nişanı qüvvədən düşür. O nə zaman qüvvəyə minəcək? İşıqfor xarab olsa biz baxırıq nişana. Əgər bu nişan varsa, biz bilirik ki, artıq biz baş yoldayıq, sağdan soldan gələnlər bizə yol verəcək. Yox, ümumiyyətlə burada işıqforun yanında üstün nişanlar olmasaydı, bu zaman işıqfor xarab olsa sırf düz gedəcək. İşıqfor xarab olsa sağdan gələni buraxmalıyıq. Eyni əhəmiyyət olarsan da sağdan gələn sürmür. Biraz artır sürətini, biraz artır, biraz da artır, sağını yandır. Sağa doğru kesiliyək, yaxşı, çox artırma indi. Sağımızdakı maşını gördüm, çox yaxınımızdadır. Ondan qaçmaq üçün artırdıq. Bax, bu baş yol nişanı qüvvədən düşməyir. Çünki işıqfor yoxdur. Oradan çıxan nəqliyyat vasitəsini nəzərən biz baş yolda hesab edirik. Aydındır. Baş yol nişanı 3 nişanı qüvvədən salır. 1. Baş yol, üzr istəyirəm. İşıqfor 3 nişanı qüvvədən salır. 1. Baş yol nişanı. 2. Yol ver nişanı. 3. Stop nişanı. Oldu? Uğurlar olsun.